Daha bir vacib məqam. Dövlət səfəri çərçivəsində imzalanan birgə bəyanatda Azərbaycan-Çin əlaqələrinin digər strateji istiqamətinə, digər mühüm fəaliyyət sektoruna toxunuldu. İki ölkənin mövcud müqavilə hüquqi bazası çərçivəsində qarşılıqlı tələbə mübadiləsi, eləcə də Azərbaycan və Çin dillərinin tədrisi. Təbii ki, Çin və Azərbaycan dillərinin dövlət müəssisələrində tədrisi, müəllimlər arasında mübadilə və mütəxəssislər hazırlanması müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyinə imkan yaradacaq. İki xalqın yaxınlaşması və qarşılıqlı mədəni zənginləşməsinə birbaşa xidmət edəcək. Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin zənnimcə Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də sıx olur. Prezident İlham Əliyev sözü gedən mövzuda Sinxua agentliyinə müsahibəsində isə bunu bildirdi. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir. Zəruri müqavilə hüquqi baza yaradılır.